ABC üçbucağında BD CD-yə bərabərdir. ABD 60 dərəcə və BAC 50 dərəcə olarsa, ACB bucağının dərəcə ölçüsünü tapın. Deməli, BD CD-yə bərabərdir. Bu bərabər yanlı üçbucaqdır. ABD 60 dərəcədir. Bura 60 dərəcədir. BAC bu da 50 dərəcədir. Deməli, onda BDC bucağı olacaq 50 ilə 60-ın cəmi 110 dərəcə xarici bucağın xassiyəsinə görə. Yəni, üçbucağın xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Burada da ABD üçbucağında BDC xarici bucaq rolunu oynayır. Burada bizdən ACB bucağının dərəcə ölçüsü soruşulur. ACB bucağının dərəcə ölçüsünü tapmaq üçün burada təpə bucağı 110 olan bərabər yanlı üçbucaq alınıb. Deməli, 180 dərəcədən çıxırıq 110 dərəcəni və tapdığımız ədədi 2 yerə bölsək, B və C bucaqlarını verəcək. DBC və DCB bucaqlarını daha doğrusu. Alınır 70, 70-in də yarısı oldu 35 dərəcə. Deməli, C bucağı 35 dərəcədir.